Hər vaxtınız xeyirli olsun. Bilirsiniz ki, lisey və gimnaziyalara qəbulla bağlı mühüm qərarlar verilib. Xəbərə keçmədən öncə rica edərdim ki, səhifəni bəyənin, izləyin ki, bu tipli təhsil xəbərləri ilə bağlı daim məlumatda olasınız. Deməli, lisey və gimnaziyalara qəbulla bağlı dəyişiklik olunub. Əslində bu dəyişiklik keçən il var idi, amma qəfil verilmişdi. Təbii ki, bu haqsızlıq idi. Çünki əksər valideynlər övladlarını hazırlığa göndərmişdilər. İmtahan ərəfəsində dedilər ki, yox, artıq qəbul imtahanı təkcə 7-ci sinifə qəbul həyata keçiriləcək. Amma valideynlərin birliyi, haqlı narazılığı artıq bu qərarı belə deyim də geri götürülməsinə səbəb oldu. Deməli, artıq 2026-cı tədris ilindən etibarən, yəni buna təhsil dili ilə desək, 2026-2027 tədris ilində artıq təkcə 7-ci sinifə qəbul həyata keçiriləcək. 7-ci sinifə qəbul nə deməkdir? Yəni 6-cı sinif bitirən şagirdlər yalnız imtahanda iştirak edə biləcək və lisey və yaxud da gimnaziyalara qəbul oluna biləcək. Yalnız 6-cı sinif bitirənlər, artıq aşağı sinif və yaxud da yuxarı siniflərdən lisey və gimnaziyalara qəbul həyata keçirilməyəcək. Nazirlik düşünür ki, daha erkən yaşda lisey və gimnaziyalara qəbul olmaq üçün uşaqların yetərcə potensialı olmur. Amma maraqlı ki, siz necə düşünürsünüz? Ümumiyyətlə, lisey və gimnaziyalara qəbul yalnız 7-ci sinifdən həyata keçirilməsi, yəni 7-ci sinifə qəbulun həyata keçirilməsi nə qədər ədalətlidir? Fikirləriniz maraqlıdır.